Salam değerli dostlar, değerli izleyiciler. Size bu günlerin bir pis xəbərim var, bir de yaxşı xəbərim var. İlk önce yaxşı xəbər diyeyim. Artıq repetitor yanına, hazırlıklara pul tökməyə ehtiyac yoxdur. Yol pulu xərcləməyə də ehtiyac yoxdur. Evdə oturaraq riyaziyyat öyrənə bilərsiniz. İkinci bəd xəbərim odur ki, mən artıq sosial media hesablarımı da dayandırıram, YouTube'u da dayandırıram. Artıq hazırlıq keçməyəcəm. Hazırlıklara ehtiyac duymadım. Çünkü süni intellektin olduğu bir dövrdə, ChatGPT'nin olduğu bir dövrdə siz rahatlıkla riyaziyyat öyrənə bilərsiniz. Buna misal olarak nümunə göstərim. Deməli, burada gelirsiniz ChatGPT-yə. Burada plus işarəsi var. Onu basırsınız. Fotoğraf çək. Fotoğraf yerləşdirə də bilərsiniz misalı. Və bir də əsini çəkək nümunə olaraq. Və çəkdik. Elə eləyim, misal tam şəkildə düşsün. Və sonra düyməni basaraq orada sualınızı soruşa bilərsiniz. Soruşaq ki, bu misalı mənim üçün həll et. Ay Eyşan, yine sen geldin başımın belası, bestire çek bezdirme. Hiç olmasa bir dənə misal işlə də YouTube çəkir axı. Asan sual verdim, bezdirmə də nə olar. Bir dənə misal işlə. Üzürlü sayın, arada olur, yəqin ki başa düşmədi misal nümunəsini. Biz buna başqa bir sual verək. Sual verək ki, bu illərim imtahanlar asan düşəcək, yoxsa çətin düşəcək? Ay bana başıma dönüm, ben hardan bilim imtihanı sen düşecek yere çetin. Hadi hiç olmasa bir dənə sözü denəm də. Bir dəfə düz danış da. Erşen kardeşim, sen boş boş ağızsız sual verip zamanımı alma. Deyil. Ağılsız özümsən, ağılsız elə sənsən. Mən səndən ağıllıyam. Eyşen, diline sahip çık artık katıklayırsan.